Salam əziz izləyicilər. Görüş zamanı proqramında xoş gördük sizləri. Bugünkü görüşümüzün qonağı Milli Ordumuzun hərb tarixində ilk komandir qadın, ehtiyatda olan polis mayoru Aydə Şirinovadır. Salam Aydə xanım, hər vaxtınız xeyir. Xoş gördük. Aydə xanım, tək mən yox, bütün Azərbaycan xalqı sizi gözəl tanıyır. Bir qazi olaraq, bir vətən uğrunda canından keçən övlad olaraq. Amma bütün dünyadan izləyən türklərin də sizi tanıması üçün qısaca da olaraq özünüz haqqınızda məlumat verin və sonra proqramımıza davam edək. Buyurun. Valla mən biraz özü haqqında danışmağı sevmirəm. Mənə belə gəlir ki, insan haqqında gərək ətrafdakılar danışsın. Yəni tanıyanlar da bilir ki, vətənimiz birdən-birə yad ellilərin təcavüzünə məruz qaldı. Və mən aforizmlərin birində demişəm ki, vətən darda olanda onun oğlu qızı olmur, onun evladı olur. Ona görə də qəfildən bir nankorluq, bir xəyanət gördük. Bütün Azərbaycan vətəndaşları kimi biz də bir araya gəldik idmançı dostlarla, yoldaşlarla bir batalyon yaratdıq və silaha sarılaraq çalışdıq ki, vətənimizi qoruyaq. Nə gözəl. Biz bildiyimizə görə sizin orada əskərlər arasında bir adınız da olub, Qaqa. Bu haqda da bir qısa da məlumat verin, sonra ətraflı danışaq. Əslində Allah şəhidlərimizə rəhmət eləsin. O qalanlara da can sağlığı versin qazilərimizə. Çox olsunlar təki. Bəli. O əskərlər çox idi, adlarını bəzən yadımda saxlayamırdım. Ona görə də elə onları buyuranda, yəni əmr verəndə, göstəriş verəndə, Qaqa get bunu elə, Qaqa get onu elə. Günlərin bir günü baxdım ki, onlar da Qaqa deyirlər. Amma mən həmişə deyirəm, bəzən sual verirlər ki, sizə kimisi Qaqa deyir, kimisi müəllimə deyir, kimisi xanım deyir, kimisi rəis deyir, kimi komandir, komutan deyir. Hansı daha xoşunuza gəlir? Deyirəm, hamısı xoşuma gəlir. Yəni, kiməsə qardaşlıq eləməsən, o sənə qardaş deməz. Kiməsə əsl komandirlik eləməsən, o sənə komandir deməz. Kiminsə yanında, oturuşunda, duruşunda, sözün əsl mənasında türk qadınına xas olan bir xanımlıq göstərməsən, o sənə qəlbən xanım deməz. Bəli. Həm də əskərlik müddətində, ola bilər hərbi xidmət müddətində məcburən deyər. Amma o bitdikdən sonra, yəni orada qalar. Demək ki, siz o qədər həm onlara məhəbbət bəsləmişsiniz bir dost olaraq, qardaş olaraq, həm vətəndaş olaraq. Bilirsiniz, əslində mən pedaqoji təhsilim var idi. Mən psixologiya, pedaqogika keçmişəm. Ona görə də o gənc nəsil ki, bizlə bərabər döyüşürdü əskərlər, 18-19 yaşında uşaqlar. Təbii ki, onlarla rəftarı mən daha yaxşı bilirdim hərbiçilərdən. Ona görə də təbii ki, yenə də deyirəm, qarşılıqlı bir məhəbbət vardı, bir sevgi vardı, bir hörmət vardı bir-birimizə. Hətta mən həmişə deyirəm, bəzən boş vaxt olanda, bir boş zaman olanda, hətta mən onların sevgilərinə qulaq asırdım, danışıqlarına qulaq asırdım. Bəzən deyəndə düşünə bilərlər ki, yəni bir komandirin oturub bir gənc əskərin sevgisinə qulaq asmaq. Amma mən həmişə düşünürdüm ki, 5 dəqiqədən sonra ya o, ya mən olmaya bilərəm. Ona görə də ona qulaq asmaq lazımdır. Həm də səmimiyyət. Komandirlə, bəli, səmimiyyət yaxşı şeydir. Aydə xanım, sizi hərbi xidmətə könüllü getməyə nə motivasiya etdi? Bilirsiniz, dünyanın mən elə bilirəm ən ağır şeyi xəyanətdir. Yəni, elə bilirəm, ölmək yaxşıdır, nəinki xəyanətə uğramaq. Biz qəflətən bir xəyanətə düçar olduq. İllərlə Sovetlər ölkəsində birgə yaşadığın, qazandığın varı dövləti eyni büdcədən paylaşdığın, çörəyi ortadan kəsdiyin, torpağında yer verdiyin, sənin havandan, suyundan, bütün maddi neymətlərindən istifadə edən insanlar qəfildən sənə düşmən kəsildilər.
Bu böyük xəyanət idi və mən deyərdim ki, bütün Azərbaycanda yaşayan bütün insanlar şoka düşmüşdülər. Çünki biz bunu gözləmirdik. Nətər ki, illərlə bir evdə yaşadığın, illərlə dostluq elədiyin bir insan qəfildən sağ xəyanət eləyəndə insan nəyi, hansı zərbəni alırsa, xalq olaraq biz o zərbəni aldıq. Ona görə də bayaq da qeyd elədim, yəni heç düşünmədən 92-ci ildə Xocalı faciəsindən sonra mən öz dostlarımla, qardaşlarımla bərabər müharibəyə getməyə qərarlaşdırdım və beləliklə öz oxuduğum universitetə gəldim. Oradan ikinci diplomum vardı. Müalicə bədən tərbiyəsi üzrə həkim. Həmin diplomu aldım, hərbi komissarlığa getdim və çox rəsmi şəkildə müharibəyə getdim. Orada ilk olaraq məni əskərlərin fiziki hazırlığı üzrə rəis vəzifəsinə götürdülər. Amma çox az bir zamanda görünür onlarla münasibəti çox gözəl qurduğuma görə komandir heyəti məni əskərlərin sosial müdafiəsi üzrə komandir müavini seçdilər. Beləliklə Tərtərdən bizim döyüş yolumuz başladı Ağdərə bölgəsində. Nə gözəl. Ayda xanım, elə bayaq siz də söylədiniz onu. Xocalı hadisəsindən sonra ümumi həyatınızda nə dəyişdi? Əslində bizi dinləyənlər də bilər və o illəri görən insanlar da bilir ki, əslində bizim həyatımızda 90-cı illər çox şey dəyişdi. Hətta uşaq olan insanlar birdən-birə böyüdülər. 91-ci ildə bizim çox gözəl dövlət xadimlərimizi bir vertolyotda Qarakənd səmasında vurdular. Onun arxasınca Xocalı faciəsi, yenə də deyirəm, bütün uşaqlar, gənclər yaşından çox böyüdülər. İnsanlar sanki birdən-birə qocaldılar. Gözləmədiyimiz, bayaq dediyim kimi, bir xəyanətə düçar olmuşdu. Ona görə də uşaqlı, böyüklü, kimin gücü nəyə çatırdı, yəni silahın qulpundan yapışırdı, kimin gücü nəyə çatırdı onu eləyirdi, belə deyək də. Təbii ki, hazırlıqsız yaxalanmışdıq, hazırlıqlı deyildik biz müharibəyə. Səngərimiz yox idi, silahlarımız yox idi, topumuz, fəngimiz yox idi. Amma bütün bunlara baxmayaraq bizim qəlbimiz vardı, döyüşkən bir qəlbimiz vardı. Döyüşkən bir oğullarımız vardı, insanlarımız vardı. Ona görə də hamı bədəni, öz canını, belə deyək də, sipər eləmişdi vətənə. Ayda xanım, bildiyimizə görə bu ağır döyüşlərdə də siz orada olduğunuza görə bunu sizdən soruşmaq daha həm maraqlı, bəlkə də sizə pis təsir edəcək, amma soruşmaq lazımdır. Döyüşlərdə yaddaşınızdan silinməyən hadisələr, ağır hadisələr və gözəl hadisələr. Bunlardan qısada da olsa məlumat verərdiniz. Bilirsiniz, orada gözəl hadisələr ancaq hansısa bir postu deyək də, hansısa bir kəndi, hansısa bir yüksəkliyi, mövqeyini, post biraz öz sözüdür. Hansısa bir mövqeyini alanda, bəli, bu gözəl olur. Hətta itki versən də, baxırsan ki, əskərlər sevinir ki, biz o mövqeyini götürdük. O strateji, belə deyək də, yüksəkliyi aldıq. Oradan ki, bizə tuşlanan o topları, o tankları, nə bilim, pulemyotları, bunların hamısını zəbt eləmək biraz sevindirici hal idi. Amma heç oranın, vallahi, kədərli an deyirsiniz, təsirli an. Oranın elə hər anı kədərlidir. Heç kədərsiz anı olmur. Hansını deyim sizə? Bax, bir əskərimiz vardı, Xudaverdi. Ortakət deyilən bir yerdə vurulmuşdu, dağın başında qalmışdı. 1 ay 4 gün biz ora əskərlərlə bərabər hər gün getdik, gəldik. Amma oranı ermənilər aldığına görə biz o bəli, götürə bilmirdik onun cəsədini oradan. Amma təbii ki, günlərin bir günü yenə də əskərlərlə getmişdim. Orada xanlar
batalyonu bizim mövqeyimizdə olar idi. Xanlar batalyonu uşaqları var idi. Dedim ki, biz gəlmişik əskərimizin oradan cənazəsini götürək, həlak olub qalıb orada. O komandir məni belə çəkdi, apardı. Bir qapı vardı, həyət qapısı. Onun ağzına dedi ki, bax buradan çölə çıxsanız, oradan sizi vuracaqlar. Yerə belə baxdım, gördüm ki, yerə qan tökülüb belə. Dedi ki, bax axşam bizim həkimimiz, hərbi hissənin həkimi, Nazim həkimi burada vurublar. Rəhmətə gedib. İnanın ki, mən hər qan tökülən yeri istərdim ki, belə çəpərə alım, oranı heç kəs ayaqlamasın. Yəni, həmin günü də biz o mövqeyini ala bilmədik və Xudaverdinin cənazəsini oradan götürə bilmədik. Amma 1 ay 4 gündən sonra biz onu götürdük. Çox çətinliklə götürdük, gətirdik Tərtərə və Bərdədə dəfn elədik. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Amin. Qadın olaraq cəbhədə olmaq sizə hansı çətinlikləri yaşatdı? Əslində deyim ki, müharibə elə bir şey deyil, qadın üçün də çətindir, kişi üçün də çətindir. Amma bircə dənə fərqi var idi. Həmişə rəhmətlik komandirimiz Elçin Əliyev deyirdi ki, qaqa, sən bu əskərlərin yanında olanda, onların qarşısında olanda, onlarda daha böyük ruh yüksəkliyi yaranır. Deyirdim ki, mənim əlacım olsa elə səngərdə hər əskərin böyrünə bir qadın qoyaram, geri çəkilməsin. Fikirləşsin ki, bu mənim xalqımın, millətimin qadınıdır, bunu qoyub geri çəkilmək olmaz. Çətin, mən idmançı olmuşdum deyə bəlkə də bir o qədər çətinliklər görmədim. Yəni, istər qaçmaqda, sürünməkdə falan. Amma mənəvi çətinlik çəkirsən orada. Yəni, bugün 10 dəqiqə bundan əvvəl gözünə baxdığın insanı itirmək, yəni, onun o buza dönmüş canını yerdən qaldırmaq, sonra onu hansısa bir evə aparmaq, bir ananın üstünə illərlə əziyyət çəkib böyütdüyü insanı aparmaq, biraz belə çətinliklər var idi. Amma elə öyrəşmişdik ki, bəzən heç günlərlə yemək yeməsək də heç bizə o qədər təsir eləmirdi. Bilmirəm, baş qarışırdı ya nə idi. Susuz qaldığımız, ac qaldığımız o qədər çətinliklər var ki orada. Amma bir-birimizə dəstək olurduq devinə. Ona görə də çox vaxtı hiss olunmurdu, bəli. Ayda xanım, polis sistemində işləmək sizə nə qazandırdı? Mən həmişə deyirəm ki, polis şöbələri, polis idarələri, bölmələri cəmiyyətin güzgüsüdür. O qədər oradan eybəcər şeylər gəlir, keçir ki. Düzdür, məsələn, mənim kimi bir insan heç xalqının, millətinin içində belə eybəcərlikləri görmək istəməz. Düzdür, mən həmişə deyirəm ki, heç kəs dünyaya oğru, əyri, üzr istəyirəm, əxlaqsız gəlmir. Düşdüyü cəmiyyətdə, aldığı tərbiyədə sonralar onun özünü göstərir. Görmək istəmədiklərini görürsən, açığı deyim. Bəzən Nəsim polisində işləyirdim. Bir narkoman qadın həbs eləmişdik. O qədər pis vəziyyətdə idi ki. Amma bütün bunlara baxmayaraq, o əli, ayağı yerində durmaya elə təkrar eləyirdi ki, mənə telefon verin, oğlumla danışım. Oğlunun 6 yaşı var idi. Oğlumla danışım. Məsələn, mən oradakilardan fərqli olaraq bir ananın çırpıntısını görürdüm. Baxmayaraq ki, o narkoman idi. Təbii ki, o anadan gəlmə narkoman deyildi. Hansısa bir nadürüstün təklifi, nə bilim, bəlkə də təkidi nəticəsində o narkoman olmuşdu. Sonralar biz məhkəmədə görüşdük ondan 1-2 aydan sonra. Mən
baxdım ki, o mən gördüyüm qadın deyil elə bil. Daha gözəl, göyçək, daha ədəbli, daha ərkanlı, belə o qədər belə heyranlıqla baxdım ona, açığı deyim. Həm də fəxr elədim. Azərbaycan qadını budur da. Mən orada hakimdən xahiş elədim. Dedim ki, biz nənələrimizdə, babalarımızda belə şey görməmişik də. İndi inkişaf, dövlət, nə bilim, xalq, internet, nə bilim, o qədər insanları dəyişdirəcək şeylər var ki. Ona görə onun bir balası var. Mən çox xahiş eləyərəm, birinci əməli olduğuna görə onu bağışlayasınız. Və üzümü ona tutdum, dedim, get yol süpür. Get hansısa bir kafedə, restoranda, qavyan işlə, amma evində potensial cinayətkar yetişdirmə. Çünki o uşaq böyüdükcə sənin getdiyin yola baxıb o yola düşə bilər. Əgər sən o cürə özündə olmayaraq, əgər balanı fikirləşirsənsə, ayıq halda balanı fikirləş və düz yola qayıt. Çox gözəl vurğulayırsınız. Ayda xanım, yazdığınız kitabların əsas mesajı nədir? Bu kitablar da bax buradadır. Bir zəhmət olmasa sizə aid olan kitabları da elə özünüz təqdim edərsiniz və özünüzlə yazdığınız kitablar. Bilirsiniz, mənim 2 şeir kitabım çıxıb. Biri bu günlərdə çıxıb, bu yaxınlarda çıxıb. Biz Turanı quracağıq. Bir də 2014-cü ildə Ey Türk oğlu qalx ayağa. Təbii ki, bu bir çağırış idi. Elə əslində ikisi də çağırışdı. Biri Turanı qurmağa çağırışdı. Biri də Türk oğullarını ayağa qaldırmaq çağırışıdır. Ki, yəni, yad ellilər Qarabağı zəbt eləmişdi. Bəli. Kitablarda, yəni bu 2 kitabda da mən əslində Türk ellərinə, Türk obalarına bir çağırış eləmişəm. Ki, həqiqətən də nətər ki, NATO var, nətər ki, zamanında Atlanta birliyi olub. Qoy Turan birliyi də olsun. Turan birliyi olsa, mən elə gəlir ki, heç bir yad elli, heç bir düşmən Türk torpaqlarına ayaq basmaz. O ki, qaldı mənim haqqımda yazılan kitablara. İlk dəfə, bax bu kitabı, Müqəddəs Hissin Təzahürü kitabını Cənali Mirzəliyev. Deməli, 2000-ci illərdə belə deyək, əslində 99-2000 idi. Məni bir tədbirə dəvət eləmişdilər. Orada biz Cənal müəllimlə görüşdük. Məni ona təqdim elədilər ki, bəs belə-belə. O mənə dedi ki, xatirələrinizi yazmısınızmı savaşda? Dedim ki, yox, yazmamışam. Heç əslində ona zamanım da yox idi. Amma sonralar fikirləşdim ki, hər axşam heç olmasa bir 2-3 sətr yazmaq olardı. Amma heç, orasını da deyim ki, heç müharibənin heç bir dəqiqəsi adamı yadından çıxmır ki. İllər üstündən keçsə də. Dedim, amma mən istəmirəm mənim haqqımda kitab yazılsın. Allah ona qəni-qəni rəhmət eləsin. Belə mənə baxdı, çox gözəl, sərrast bir söz dedi. İnanın ki, elə güllə kimi belə qəlbimi deşdi keçdi. Dedi, səndən yazmıram, sənin içindəkilərdən yazıram. Sən söyləməsən, sən deməsən, bəs o əskərlərdən, o uşaqlardan kim danışacaq? Ondan sonra açığı razılaşdıq. Ondan sonra Məhbubə Salmanova Qəhrəmanlar döyüşür, yurdu yaşatmaq üçün. O kitabda da mənim döyüş yolum haqqında yazılıb. Bu, deməli, Ramiz Təmkinin Bir qız tanıyıram. Allah ona da rəhmət eləsin. Gözəl bir poemadır. Sonra, deməli, bu Anam Mənə Oğul Dedi kitabında dövrü mətbuatda, elə bil, içində də göstərilir. Dövrü mətbuatda nə qədər qəzetdə, jurnallarda gedən yazılar var. Onun hamısını burada toplayıblar. Anam Mənə Oğul Dedi. Axırıncı kitab Məni də Apar Komandir.
Bu mənim bir əsgərimin haqqında yazılmış kitabdır. Deməli, burada Rəfail Əhmədovdan söhbət gedir. O çox cəsur bir döyüşçü idi. Mən ona istəmədən bir yalan demişdim. Əslində çox evlənmək istəyirdi. Bir dəfə də biz bir toya getmişdik. Elə Ağdərədən gəlirdik. Tərtərin Qaraqoyunlu kəndində, Azad Qaraqoyunlu kəndinə toya getdik. Toydan qayıdandan sonra mənə yaxınlaşdı. Dedi ki, komandir, orada bir qız vardı, ondan xoşum gəldi. Onu mənə verərlər. Təbii ki, mən də düşünmədən, isti başla. Dedim ki, niyə vermirlər? Niyə verməsinlər ki? Amma sonra Namık mənim soyuq başla fikirləşəndə fikirləşdim ki, yox, olmaz. Yəni biz 5 dəqiqədən sonra bilmirik bizim taleyimiz nətər olacaq. Bir qara yaylıqlı gəlin də belə qala bilər. Günlərin bir günü də oturmuşdum, elə yaxınlaşdı bizdə bir Aydın adında adjutantımız vardı. Dedi ki, komandir, nəsə çox dalğınsınız. Nədəndir bu? Dedim ki, Aydın, Rəfailə bir söz vermişəm, amma indi fikirləşirəm ki, böyük səhv eləmişəm. Dedi, ağlınızda nə var, nə fikirləşirsiniz? Dedim ki, belə fikirləşirəm ki, qıza deyək ki, yəni buna deyək ki, qıza dedik, razılaşmadı. Siz inanırsınız, 2 il bundan əvvəl bilib o qız. Mən 2 il bundan əvvəl o qıza demişəm ki, belə bir məsələ var. Dedim, amma yalan deyəmmərəm. Dedi ki, siz deməyin. Mən deyərəm. Böyle biraz keçdi, gördük, Rəfail gəldi. Biraz zarafat elədi, gördü, yox, 2-3 nəfərik belə nəsə. Yaxşı deyil. O dəqiqə soruşdu ki, şəhid var. Dedi, yox, sakitçilikdir, şəhidimiz yoxdur. Aydın dedi ki, Rəfail, komandir deyə bilmir. Bəs məsələ belədir. Sən dediyin o şeyə görə üzüsə dalmışdı. Sən dediyin o məsələni komandir gedib açıb, qız deyir ki, mən müharibədə olan adama getmək istəmirəm. O rus dili müəlliməsi idi. Belə baxdım. Mən görürəm, sözünüzlə kəsirəm, bağışlayın. Siz danışdıqca da titriyirsiniz. O hadisələri siz hiss edirsiniz. Bir insan ki, hiss edir onu. Mən baxıram, onu hiss edirəm sizdə. İnan ki, başımın tükü qalır. Bəli. Belə baxdı mənə. Dedi ki, komandir, biz onlardan ötürü döyüşürük. Əgər o bizə gəlmək istəmirsə, bir daş altda, bir daş üstə. Olmayıb heç biraz. Mən ondan sonra özümə bağışlaya bilmədim. Çünki biz müqəddəs yalan da desək, amma yalan demişdik. Üstündən bir neçə müddət keçdi, Rəfail həlak oldu. Və illər üstündən bir neçə il keçdi, belə deyək, 92, 94-cü ildə atəşkəsdən sonra mən artıq polisdə idim. Ağdərə polisindən məni deməli ezam elədilər Bərdəyə və mən onların kəndinin əməliyyat müvəkkili oldum. Hər dəfə o qəbirstanlığa gedirdim. O kəndə gedəndə İmamqulubəyli kəndidir. O qəbirstanlığa gedirdim və hər dəfə də elə bir də o qəbirdən uzaqlaşanda hansı tərəfə getsəm, çönüb baxsam, elə bilirdim o arxadan məni çağırır ki, məni tapar komandir. Və sonra mən bir dəfə çox təsadüfən bu hadisəni danışdım. Yazar xanım da elə götürüb belə razılaşdıq ki, əsərin adı sənədli romandır bu. Kitabın adını elə məni də apar komandir qoyduq. Bax, həqiqətən
Düzdür. Siz bu sözü deməklə bəlkə də sabah o dediyiniz kimi o qadını gözlü yaşlı qoymamaq üçün yaxşı bir şey elədiniz, amma bir tərəfdən də özünüzü bağışlaya bilmirsiniz ki, yalan dedim. Amma bəlkə də bu doğru bir şeydi, mən də düşünürəm. Yenə də Allah özü kömək olsun sizə. Yəni siz yaxşı mənada elədiniz. Allah bilən məsləhətdir. İnşallah ki, yaxşı yerə yozlar. Ayda xanım, bugünə qədər etdiklərinizə baxanda özünüzü necə hiss edirsiniz? İnanırsınız, dünən də bu sualı mənə çox uzun illər dostluq elədiyimiz və Abbasqulu bəy Şadlinskinin şəcərəsindən olan bir xanım Moskvada yaşayır. O sualı mənə dünən verib. Bilirsiniz nətər, elə söhbət eləyirdik belə telefonda, Moskvada yaşayır. Dedi ki, yenidən doğulsaydınız, yenə bu yolu keçərdinizmi? Yenə də bu həyatı, bu taleyi yaşayardınızmı? Dedim ki, bəli. Heç tərəddüd eləmədim. Deyim, niyə? Ona da belə cavab verdim. Dedim ki, mən elə bir şərəfli yol keçmişəm ki, onu mənə qurban olduğum yazıb. Elə bir şərəfli yol keçmişəm ki, elə istər əskərlərimin, istər Azərbaycan kişisinin, istər Türk dünyasının, mən elə bilirəm ki, kişilərinə hörmət gətirən bir hərəkət eləmişəm, bir davranış nümunə göstərmişəm. Ona görə də alnı açıq, üzü ağ bu torpaqda gəzə bilirəmsə, çoxlarından fərqli olaraq insanların gözünə dik baxa bilirəmsə və yenə deyirəm, çoxlarından fərqli olaraq söz düşəndə belə sinəmə döyüb deyə bilirəmsə, mən bu millətin, bu xalqın, bu torpağın keşiyində durmuşam, nə mutlu mənə, türklər demiş. Niyə yaşamayım o həyatı təzədən? Bəli. Ayda xanım, sizə bir sual vermək istəyirəm, bu mənim öz içimdən gəldi. Bayaq da ilk verilişin əvvəlində də siz dediniz, xəyanət. Şükür Allah, bu yaşa qədər gəlib çıxmışsınız da, bu yaşa qədər öz dostlarınızdan xəyanət görmüşsünüzmü? Və bu xəyanəti görmüşsünüzsə və siz ona qarşı, o xəyanətə qarşı pislik mi eləmişsiniz, yoxsa yaxşılıq etmişsiniz? Və varsa, ad olmasa da, yəni ən azından bir qısada da olsa məlumat verirsiniz. Bilirsiniz, elə zamanəyə gəlib çıxmışıq ki, bu dəqiqə nankor insanlar, nadan insanlar, hətta anasına, valideyninə belə nadanlıq eləyən insanlar var. Kaşki olmayaydı. Kaşki biz bunları görməyərdik. O ki qaldı, bizim filosoflardan biri deyir ki, ən çox pisliyi, ən çox yaxşılıq elədiyin insanlardan görürsən. Ona görə də təbii ki, elə bilirəm, heç həyatda elə bir insan yoxdur ki, xəyanət görməsin. Açığı mən bayaq da dedim, bəlkə də gözlənilən xəyanət də var, gözlənilməz xəyanət də var. İnandıram sizi ki, o gözlənilməz xəyanətlər, bayaq da dedim, bəlkə ölüm ondan yaxşıdır ki, nəinki gözləmədiyin adamdan o xəyanəti görəsən. Allah bizi belə insanlardan Yox, siz sözdən qaçmayın. Yəni, o gözlənilməyən xəyanətə qarşılaşmışsınızmı? Yox, mən burada kiminsə adını çəkməyini demək istəmirəm. Yəni, olubmu elə bir hadisə sizin başınıza gəlib? Siz xəyanət deyəndə yaxşılıq elədiyin insanlar var. Əgər itirirsə və eləcə də bayaq dedim, yenə də bizim ortaylı, bu yaxınlarda Türk dünyasının İlber bəli. Onun o günü bir gözəl sözünü oxudum mən, səhv eləmirəmsə. Deyir ki, əsl dost sənə nankorluq eləyən insanla bir süfrədə oturmaz. Bəli. Çox gözəl sözdür. Amma indi həyat biraz başqadır, insanlar başqadır, başqalaşıblar. Bəzən baxırsan ki, çoxlarına nankorluq eləyən adamları da belə bağırlarına basırlar, aparıb öz oturduqları
süfrənin başında da otuzdururlar. Hətta hörmətli bir insan kimi qarşılayıb, sonra da yola salırlar. Amma belə insanlar bircə şeyi düşünməlidirlər ki, əgər illərlə hörmət elədiyin, nətər deyim, can bir qəlibdə, dost kimi, bacı kimi, qardaş kimi, bala kimi hörmət elədiyin insan əgər bir insana xəyanət eləyirsə, onda sənin elədiklərini də təbii ki, qiymətləndirməyəcək, dəyər verməyəcək. İnsan özü dəyərli olmalıdır ki, başqalarının elədiklərinə də dəyər versin. O ki, qaldı biz xəyanət olaraq, dostlardan. Aha. Elə bilirəm, hamı görüvey bunu. Desəm ki, təkcə mən görmüşəm, elə deyil də. İndi bu dəqiqə, yenə deyirəm, adamlar qəribə olublar, belə deyək. Dəyişib o düşüncə tərzi, o dəyərlər, qiymət, bunlar biraz başqalaşıb. Valla sizin mədəniyyətinizə həqiqətən də həsəd aparıram. Yəni, bildiyimə, məlumat aldığıma görə belə bir hadisə olub, amma açıqlamadığınıza görə sizə həqiqətən həsəd aparıram. Allah ürəyinizə görə versin. Çünki mən sizə bir şey deyim, ha. Deyirsiniz ki, o sizə pislik eləyən adama pislik eləməsi xeyir. Mən bilirəm, eləməm pislik. Deyim niyə? Əvvəla mən heç öz xalqımın içində özümə düşmən axtarmamışam, nə də görməmişəm. Adamın düşməni qıraqda olur. Bəli. Amma pisliyə pislik eləmək, deməli o səviyyəyə düşməkdir. Bəli. O səviyyəyə düşmək istəmirsənsə, əslində o bizdə bir el misal da var da, deyir, yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir. Təbii ki, pislik, düşmənçilik belədir də, qoyan da deyim də, o günü Aşıq Zülfiyə, bizim gözəl aşığımızla bir telefon söhbəti eləyirdik. Ona da dedim, əgər səni tanıyan adam, sənin ürəyinin həssaslığın, sənin hisslərini, sənin münasibətini, sənin o insani xüsusiyyətlərini bilən adam ayağının altına salırsa, elə o düşmən ondan yaxşıdır. Bəli, çox gözəl var. Ayda xanım, gənclərə vətənpərvərlik barədə nə demək istəyərdiniz? Əslində bilirsiniz də, mən tez-tez məktəblərdə, universitetlərdə, müxtəlif şəhid tədbirlərində gənclərlə görüşürəm. Amma mən bir şey bilirəm ki, vətənpərvərlik hissi iynə döyləyə onu qana yeridəsən, insanın bədəninə vurasan. Vətənpərvərlik hissi evdən, ailədən, insanın oxuduqlarından, insanın gördüklərindən başlayır. Mən həmişə deyirəm, desələr ki, vətən hardan başlayır? Mən deyərəm, nənəmizin, babamızın damından. Nənəmizin, babamızın ocağından. Yəni, siz də eləmişsiniz. Kətdə nənəmizin, babamızın evinə çox sevinə-sevinə gedərdik. Bilərdik ki, orada bizi yerlənçək gözləyir. Bilərdik ki, nənəmiz, babamız orada bizə gözəl tonqal qalayacaq. Peçin üstündə bizim üçün müxtəlif yeməklər pişirəcək. Bax, bizə vətən oradan başlayır. Amma böyüdükcə, nənəmiz, babamız bu dünyada olmayanda biz o kiçik vətənə getmirik. Gedəndə də artıq biz ürəklə getmirik, açığı deyim. Bax, vətən bizə oradan başlayır. Gənclərə nə demək istəyərdim? İnsan gedib dünyanın müxtəlif ölkələrində oxuya bilər, yaşaya bilər, təhsil ala bilər, bəlkə də vətəndaşlıq da ala bilər. Amma insanın öz doğulduğu, ilk dəfə çiçəyinin, torpağının, havasını, qoxusunu aldığı yer insan üçün vətəndir. Ondan gözəli yoxdur. Bax, gedirik, deyim sizə. Məsələn, Kəlbəcərdən də kək otu gətiririk. Tutaq ki, tozdan da gətiririk əsirlikdən. Nə bilim, Qusadan, Qubadan da gətiririk, Qusardan, Qubadan da gətiririk. Dəmləyəndə görsən, o yerlərin adamlar deyir ki, yox, bu bizim yerimizin kək otusunun tamını vermədi. Yəni, insanın bax, doğulduğu yer odur. Oranın o daşında, kəsəyində, bəli,
Hər şeyini sevirsən. Vətən budur. Bəli. Qalan hər şey, bax, gedib gözəlliklər gör. Almaniyada gör, Fransada gör, Amerikada gör, harada görürsən gör. Amma sənin o dağda, daşda gördüyün, o dağların başında gördüyün gözəlliklə onun fərqi var. Ona görə deyilir, ölməyə vətən yaxşı. Bəli, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Ayda xanım, proqramın sonuna yaxınlaşırıq. Amma son olaraq bir gözəl, özünüzün də ən çox istədiyiniz, sevdiyiniz bir şeirdir. Səsləndirərdiniz. Bilirsiniz, mən sizə bir şey deyim. Bir dəfə bir tədbirə getmişdik. Dedilər ki, xanımın evdə 4 uşağı var. Valla bir 3-4 dənə də dedilər kitab var. Dedim da deyən 8 uşağı var da. Çünki kitab elə bir şeydir ki, o da sənin evladının biridir. Onu da sevə-sevə yazırsan, sığallayırsan, ütülüyürsən. Şeiri fərqləndirmək olmur. Orası, bəli, düz deyirsiniz. Doğrudan heç cürə fərqləndirmək olmur. Onun hamısı sənin ürəyindən süzülüb gələn şeylərdir. İndi mən bilmirəm də, vallahi, siz vətənpərvərliyə aidsiz. Elə kitabınızın üz qabığında olan o sözü, biz Turanı quracaq. Bax, bu şeiri səsləndirin. Deyim sizə ki, indi ətrafımızda olmasa da dünyada bu dəqiqə böyük savaşlar gedir. Bəli. Nə fərqi var? Gərək sənin ölkəndə uşaqlar ölsün. Harada insanlar, günahsız insanlar ölürsə, harada savaş varsa, savaşan insanlar ona təpki göstərir. Mən də onların içində. Çünki ölüm itim, nə fərqi var? Almanın balası öldü, Fransızın balası öldü, Azərbaycanın balası öldü. Ana üçün nə fərqi var? Anadır da. Ona görə də açığı deyim, bu savaşlar başlayanda bu şeiri yazmışdım. Ey səltənət sahibləri başda başlar, kəssə bizim yolumuzu qarlı qışlar. Atılsa da sağdan, soldan milyon daşlar, sinə gərib savaş verib duracaq. Biz Turanı quracaq. Bu yollarda şəhid oldu Nuru Paşa. Minlərlə can qurban getdi bu savaşa. Qan tökmüşük, cavabdeyik hər qarışa. Xocalının qisasını alacağıq. Biz Turanı quracağıq. Uyğur türküm yaşamasın daha zillət. Qan içəndən gözləməyin siz mərhəmət. Geci tezi yaranacaq bu səltənət. Asimandan günəş olub doğacağıq. Biz Turanı quracağıq. Bayraqlarım Turan boyu yellənəcək. Bütün dünya Türk dilində dillənəcək. Şəhidlərim dastan olub söylənəcək. Gələcəyə bu yolları açacağıq. Biz Turanı quracağıq. Biz Turanı quracağıq. Bir xəyal da olsa, bir istək də olsa, inşallah mən elə gəlir ki, bütün Türk dünyası birləşər və belə bir Turan qurarıq. Bizim analarımız daha həyəcanlı yaşamaz. Oğullarını itirməz. Biz daha şəhidləri görmərik. Çox gözəl vurursunuz. Ayda xanım, son olaraq bizi izləyən bütün Türk dünyasına da son sözünüzü söyləyin və proqramımızı bitirək. Buyurun. Deməli, mən elə gəlir, şeirlə dedik, şeirlə səsləndirdik Türk dünyasına. Aforizmlərin birində deyirlər ki, Türk qadınının ən birinci vəzifəsi dünyaya uşaq gətirib tərbiyə eləməkdir. Amma mən aforizmlərin birində yazmışam ki, xeyr, Türk qadının ən birinci vəzifəsi Türk kişisinin papağını uca eləməkdir. Çox gözəl, çox doğru. Bütün Türk qadınlarına, Türk dünyasının insanlarına həmişə qələbə arzulayıram. Çünki əslində bayaq da dediniz, qadın, kişi, savaş, müharibə, Türk qadını ilə ömrü boyu at belində olub da. Dünyaya uşaqları da elə at belində gətiriblər. Lap indi bax deyək, bizim son savaşımızda bir belə gənclərimiz, cavanlarımız, igidlərimiz getdi, həlak oldular.
Əslində qəhrəman onlar deyil, qəhrəman onların analarıdır. Anasıdır, bəli. O analar onları o cür tərbiyə eləmişdilər, o cür böyütmüşdülər. Vətənə, torpağa, millətə sədaqətli olmasan, heç vaxt gedib canını sipər eləməzsən. Belə düşünürəm. Çox gözəl olmuş. Ayda xanım, təşəkkür edirik ki, vaxtınızı, zamanınızı ayırdınız, bizi evinizdə qonaq etdiniz. Xoşdur. Mən əminəm ki, bizi izləyənlərin də çox xoşuna getdi. Həm gözəl, səmimi danışıqlarınız, həm şeiriniz. Və inşallah gələcəkdə bundan da gözəl proqramlarla, bundan da gözəl Qarabağımızda, hansı ki siz orada ayaq basmışsınız, hansı ki o hərbi hissələrdə olan yerlərdə, yəqin ki, inşallah ki, oralarda da bir çəkilişlər edərik. Mən bu yaxında Çanaqqalada şəhidləri anmağa getmişdik Namıq müəllim, nümayəndə heyəti ilə. Oradan qaydanda bir şeir yazmışdım. Buyurun, səsləndirin. Deyir, Qarabağda gül bitifdi qanından, siz də orada asta ötün yanından. Şəhidlərim keçdi əziz canından, orada ruhlar bir-birinə hayandı, gör bir anda neçə ömür dayandı. Əslində, yenə deyirəm, həmişə çıxışlarımda ora gedən insanlara deyirəm ki, orada biraz bəzən anlayışla qarşılayıram. İnsanlar çalır, oxuyur, oynayır. Amma yadınızda bir şey saxlayın ki, Qarabağ ruhlar diyarıdır artıq. Orada görün, savaş başlayandan 1990-cı ildən bu yana biz bəlkə də 40 mindən yuxarı şəhid vermişik. Dinc insanlar evində, çocuklar, bəli, o qarda, qiyamatda, o öz doğma yurdunu tərk eləyərkən ölən insanlar, bunların hamısını hesablasan 40 mindən yuxarı biz şəhid vermişik. Ona görə də orada həqiqətən ayağını torpağa basanda, səsini qaldıranda biraz asta etmək lazımdır. Orada ruhları incitmək olmaz. Bəli, çox gözəl vurulursunuz. İnşallah proqramlarımız olar ki, orada da bax bu hisslərlə, bu gözəl, bundan da gözəl proqramlar eləyərik. Allah xidmətiniz olsun. Təşəkkür edib bir daha, var olun. Hər zaman sağlam olun, hər zaman belə gümrah olun və gözəl-gözəl işlərlə sizi təqdim edək. Mən sizə təşəkkür edirəm ki, hərdən deyirlər ki, Namıq müəllim, zəng vururlar kimsə hal-əhval eləməyə, deyir ki, Ədə xanım, narahat eləmirəm ki. Deyirəm, yox, əksinə. Bizim kimi insanları kimsə itirib axtaranda biz düşünürük ki, biz yaşayırıq. Biz varıq və bizi axtarıb itirən var. Sizə təşəkkür edirəm ki, yadınıza salmışsınız, gəlmişsiniz. Yenə də deyirəm, gör, biz bayaqdan nə qədər şəhidlərimiz haqqında danışdıq. Onların ruhları şad oldu, məkanları cənnət olsun. Ki, yəni, biz şəhidlər öləndə, yəni vurulanda ölmürlər, unudulanda ölürlər. Biz də elə edəcək ki, tarixlə, əsrlərlə bu şəhidlərimiz unudulmasın. Bax, sizin kimi vətənpərvər insanlarla çəkişləri çox etmək lazımdır ki, bizi dünyadan izləyən bütün izləyicilər də o şəhidlərimiz haqqında, məsələn, bax, siz o dediyiniz kitabda olan o şəxs haqqında məlumat verirsiniz də, şəhidimiz haqqında. Bunu bəlkə çox insanlar bilmirdi. Deməli, siz bilin deyəndə, bir başqa o müharibədə olan şəxs hər hansı bir şəhid haqqında məlumat verəndə bütün şəhidlər yad olunur. Gərək unudulmasın. Mən yazarlarla bir yerdə olanda deyirəm ki, bax, fikirləşin ki, həyatda bir dəqiqədən sonra kimsə ola bilər, olmaya bilər, həyatı tərk eləyə bilər. Nə qədər ki, bu qazilər, nə qədər ki, bu savaşın içində olmuş insanlar sağdılar, onlardan istifadə edin, yazın, tarixdir. Onsuz da həyat qısadır. Bir də görürsünüz ki, biz öldük, getdik, gərək o tarix ölməsin, yaşasın. Məsələ odur. Təşəkkür edirəm, Ayda xanım, bir daha. Var olun. Sağ olun. Sağ olun, əziz izləyicilər. Gələn görüşlərədək. Hemen arkasından da bir şiir kazanmak istiyoruz. Evet. Çok teşekkür ederim. Başta. Abla Turan. Tabii ki 30 sene biz öz topraklarımızı geri alabildik. Abla biraz yakın tut. Biraz yakın tut. Ama Türk kardeşlerimizin sevgisi, muhabbeti, kömekliği neticesinde
sonunda biz bütün dünyaya Türk birliğini gösterdik. Ey Türk oğlu, kalk ayağa. Saygı duyak başımızın üstündeki dalgalanan o bayrağa. Balasının kulağına düşmenin Türk diyen diller boy sesi. Aya baktan boy sesi. Türk oğlu Türk, sen əsirsən. Axı neyi gözləyirsən? Bir zamanlar savaşmıştı Mongol, Tatar, bu işlerde İngiliz'in, Fransız'ın parmağı var. Ruslar yine dil verirler Ermeniye, el atıflar bir hileye, soykırımı tanıtmak için ülkelere, çoklarına yalaklanıp, Fransız'a yaltaklanıp dediler ki Şuşa bizim, Kars bizim değil, dünya bizim, şans bizim değil. Səhv bu verməli, sərvət bu verməli, anasını satar belə satar arzusuna satar belə. Ey Türk oğlu, yad edilən Qarabağı zəbt elədi, qız gəlinə qəsd elədi, həqiqəti dandı dünya, gözümüzdə neçə dəfə yandı dünya. Ey Türk oğlu, qalx ayağa, koyulmasın güldə savaş, analar da keçirməsin qorxu təlaş. Türk oğlu Türk, biz birləşsək, Qaradəniz şahə qalxıb Xəzərimə qovuşacaq. Bu doğmalıq düşmənləri oda salıb yandıracaq. Burada nə var qanılacaq? Demək Türkə, Türk qalacaq.